Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizinlə təhlil proqramının növbəti efirində görüşürük. Eyni zamanda qeyd etmək istəyirəm ki, bugünkü təhlil proqramında sizinlə görüşə həmkarım, jurnalist Ağa Dadaşzadə ilə birlikdə gəlmişik. Bugünkü cəmiyyətimizdə olanları, cəmiyyətimizdə baş verənləri Ağa müəllimlə burada təhlil eləyəcəyik və onunla birgə baş verənlərə bir aydınlıq gətirəcəyik. Ağa, xoş gəlmişsən ilk növbədə. Çox sağ olun, arvasınız, diqqət üçün. Deməli, bizim bu günləri cəmiyyətimizdə bir çox hadisələr baş verir. Son günlər həm Zelenski ilə Trumpın görüşü, sonra da ki, hal-hazırda da cəmiyyətimizdə də elə hadisələr baş verir ki, bu verilişdə istəyirik ki, sizinlə birgə olanları təhlil eləyək və bu işlərin nədən qaynaqlandığını, nə üçün bunlar baş verir və bunların hansı formada gələcəkdə bizləri nə gözləyir. Elə belə istəyərdim ki, ilk verilişimizi elə, yəni bu ilk verilişimizdə, yəni sizinlə birinci dəfədir ki, ilk verilişə belə çıxırıq. Yəni bu mövzumuzu həm bugün dünyanın müxtəlif ölkələrində baş verən hadisələrə, eyni zamanda da ölkəmizdə olan bəzi məsələlərə toxunaq və bu işlərin nə kimi, hansı istiqamətdə bundan sonra nə formada inkişaf edəcəyinə bir özümüzdə aydınlıq gətirək. Mən istəyərdim ki, öncə xeyirli olsun veriliş. İkinci məsələ buna ibarətdir ki, mən əvvəlcə daxildə olan gündəm məsələləri toxunaq, ondan sonra sonunda isə dünyavi mövzulara bir baş açarıq. Bildiyiniz kimi, yəni bazar günü çox bir ağır yol qəza hadisəsi oldu. Təcili tibbi yardım avtomobili Nevşehir metro stansiyası yaxınlığında aşdı. Yəni bir toqquşma nəticəsində bu çox arzu olunmaz bir haldır və bundan başqa məsələnin ağırlı tərəfi budur ki, təcili tibbi yardım avtomobilin içərisində xəstə var idi. İlk növbədə yol mədəniyyətindən başlayaq. Bax, ağa, sənin sözündə həqiqət var da. Həqiqətən də bizdə indi son zamanlar düzdür başlayıblar təcili yardımlara yol verirlər, təcili yardım maşınlarına hansısa bir onların belə tələsik hərəkətləri biz bilirik ki, onlar yəni özlərini operativ nəqliyyat vasitəsidir. Zaten bunlar bu insanlar tələsməlidir, yəni ki, bunlar tələsirlər, amma bəzi hallarda bu maşınlara yol vermirlər. Onlar da məcburiyyət qarşısından qalıb hansısa bir addıma atırlar, yolun nə bilim sağ istiqamətinə, sol istiqamətinə keçmək məcburiyyətinə qalırlar və onun da qarşısına bir kimsə çıxır və nəticədə də belə hallar baş verir. Yəni bu çox ciddi bir məsələdir də. Bu yol nəqliyyat hadisəsi çox ciddi məsələdir. Çünki bu hər bir insanın orada yaxını, doğması, əzizi ola bilər ki, həmin vaxt təcili tibbi yardım maşınında gedə bilər. Yəni o işlər mən yaxşı yaşamışam. Yəni Allah cəmi ölənlərə rəhmət eləsin. Allah rəhmət eləsin. Mən o dəfələrlə getmişəm. Mən bilirəm, yəni o yol məsələsində olan şeydir. Yəni xəstə maşını çatdırmalısan, saniyə məsələsidir orada. Sağ olsun, başa düşən sözlərimiz çoxdur. Amma eləsə var, başa düşür, anlayır. Ancaq belə deyim də, sürücü mədəniyyətini də qoydum kənara. O peşkarlıq imkan vermir ki, təcili tibbi yardım avtomobilinin çağırışını, yol istəməyini, onun üçün yol açmaq qaydalarını bilmirlər. Götürək Yaponiyanı. Yaponiyada bildiyiniz kimi sürücülük vəsiqəsi alınan zaman ilk növbədə yəni simulyator, yəni pultda maşın idarə olunur. Kiçik bir maşında biz onu mağazada alırıq, uşaqlar olur. Əslində elə deyil. İlk proses deməli o simulyatordan alır, balaca simulyatorlarından. Ondan sonra keçir əsl maşınlara. Yəni birinci oyuncaq maşınları üstündə olan bütün praktikalarını keçir. Ancaq bir məsələ var ki, bu oyuncaq maşın belə deyim də sırf böyük maşına fərqlənmir. Yəni dönmə traktoriyasına qədər belə deyim də əsl avtomobili anımsadır. Deməli Avropada, hətta Amerikanın bir neçə ölkəsində qəza əleyhinə kursları var ki, sürücülük vəsiqəsi alınan zaman bu qəza əleyhinə olan imtahandan keçmək lazımdır. Qəza əleyhinə olan imtahan nədir? İlk növbədə sürücü təhlükəsizliyi, digər sürücünün təhlükəsizliyi, piyadanın təhlükəsizliyi və avtomobilin içərisində olan sərnişinlərin təhlükəsizliyi və ən əsas operativ nəqliyyat vasitələrinin yoluna çıxmaq, onların yoluna çıxmamaq və uzaqdan sayrışan işıq qoşur. Bundan başqa səs siqnalını qoşmalıdır, ikisi eyni anda və onu duymaq lazımdır ki, hansı metrdən, hansı istiqamətdən gəlir, nə qədər məsafə var, neçə metr qalıb, sən onu dərk eləməlisən. Və misal üçün deyək, biz Rəşid Bəyov küçəsindən gedirik və istiqamətdə olduğumuz zaman Kapital Bankın belə deyim də bir yaxınlığından bir maşın çıxır. Operativ nəqliyyat vasitəsində sayrışan işıqlar səs siqnalını qoşub, yəni biz artıq öncədən bir
ən azı 40 saniyə, 50 saniyə qalmış, biz onu dərk eləməliyik. Yəni bu maşın hardan çıxa bilər, hara gedə bilər. Düzdür, bununla bir dənə burada şəhəri tanımaq lazımdır. Bu əsas məsələlərdən biridir. Yəni hərəkət elədiyin o ərazilərdə bilməlisən, ərazini yaxşı tanımalısan. Bəli. Yəni sən düşünməlisən ki, bu maşın məsəl üçün 90-la 100-lə gedir şəhərçi, yəni kifayət qədər böyük bir belə deyim də sürətdir. Amma yəni onlar operativ nəqliyyat vasitəsidir. Bütün qaydalara riayət edirsə və içərisində xəstə varsa, ya yanğın söndürən maşındır və ya polis maşınında hadisə yerinə gedirsə, onun qarşısına yola çıxmaq lazımdır. Düzdür, bəzən məsafə daralır, qısalır. Həmin zamanı da sən nə etməlisən? Bax, qəza əlini kursar nədir? Əyləcini basmalısan. Sürəti artırmalısan, yana çəkilməlisən. Mən bu çox sürücü, mən əminəm ki, bunu bilmir. Ümumiyyətlə Azərbaycanda qəza əleyhinə bir kurs yoxdur axı. Var, Aqil müəllim var, tək odur. Yəni tək bir nəfərdən geniş yayılmayıb da belə. Xeyr, qətiyyən. Ancaq mən Aqil müəllim tanıyıram. Bax, məsələn, indi mən birinci dəfədir mən eşidirəm ki, yəni qəza əleyhinə kurs, yəni Avropada mən həqiqətən heç bunu bilmirdim. Amma siz dediniz, mən bunu bildim. Amma mən uzun illərdir media sahəsində çalışıram, jurnalistika fəaliyyəti ilə məşğulam. Amma heç bəlkə Sovet vaxtında da qəza əleyhinə kurslar yox idi. Qəza əleyhinə kurslar ümumiyyətlə lazımdır, belə deyim də, sürücülük mədəniyyətinin inkişaf etdiyi ölkələrə lazımdır. Misal üçün belə deyək, Azərbaycan yolları ümumiyyətlə bu qədər maşın hesablanmayıb. Yollarımız əslində dar deyil. Bu şəhər tikiləndə bu insanların sayına görə tikilib bu. Yəni Bakını normalda milyon yarım. Bəli, maksimum 5 milyon adam qəbul eləməyə gücündədir. Tədbirlər öz yerində. Biz tədbiri normal, ictimai və sosial həyata qatmamalıyıq biz bunu. Yəni bu gün belə deyim də 3 milyon, 4 milyon, 5 milyon insanın eyni zamanda hərəkətinin belə deyim də təmin eləyə bilmir Bakı küçələri. Yəni artıq bu Bakı şəhəri bu tutuma sahib deyil də, yəni bu gücə sahib deyil. Götürək Singapuru, İndoneziyanı götürək, misal üçün də Avropa ölkələrini, hər birinin bir necə deyirlər, Barselona bu gün tıxaclar necə çoxalıb, dünyanın ən sayılan, seçilən, sevilən şəhərlərindən biridir Barselona. Bəli. Həm idmanı ilə, həm tarixi abidələri ilə, turizmi ilə bu inkişaf edibdir. Ancaq orada labüddür. Niyə görə? Çünki turizm pul gətirir. Məsələ budur. Və Barselonanın belə deyim də sərnişinlərinin, üzr istəyirəm, belə daha doğrusu deyək, sakinlərin çox elə də çox deyil. Ancaq gələn turistlərin çox olduğundan müəyyən problemlər yaşanır. Ancaq bu problemin qarşılığında onlar pul qazanır. İspaniya dövləti böyük pullar qazanır. Bəli, turizmdən bilirsiniz də ən sərvətlərdən biri turizmdir yəni. O mövzuda toxunacağıq. Mayasız gəlir. Bəli, ən gözəli budur. Mayasız gəlir. Bəli, amma götürək Bakı isə, Bakı belə deyim, sırf turistik şəhər deyil. Burada misal üçün belə deyim də, burada iş yerləri var, burada oxuyan tələbələr var. Əsas ictimai məsələlər üçün hesablanmış bir şəhərdir. Və belə şəhərlərdə də hökməndir ki, indi artıq İndoneziyadır. Bilirsiniz ki, İndoneziyada vəziyyət daha gərgindir. Çünki orada bizə misal üçün belə deyim, indi bizə şükür alır, bizə çox şükürlüyük ki, dönmə işıqlarını yandırırıq. İnsanlar bir-birinin başına düşür, yol istəyəndə, yol verəndə, yol polisi əməkdaşları da fəaliyyətdədir bütün günü yollarda. Ancaq İndoneziyada belə deyil. İndoneziyada yəni sözün əsl mənasında başı çıxardırsan pəncərədən və deyirsən ki, ay filan kəs mənə yol ver. Sözün əsl mənasında mototsikllar qarışır maşınlara, maşınlar kruzəviklərə, belə bir vəziyyətdir orada. Velosipedlər, mototsikllar. Bəli, belə ölkələr üçün bu labüddür, vacibdir, zəruridir. Və bizə də bu belə deyim də inkişaf olmalıdır ki, bax belə hadisələr baş verməsin. Düşünün, səhv eləmirəmsə 65 yaşında bir kişidir. İndi hazırda mən bayaq düzdür, mən son xəbəri bilmirəm. Yəni vəziyyəti biraz yaxşı deyildi. Çünki maşın böyrüsə çevrilmişdi. Düzdür, insanlar kömək etməyə çalışdı. Ancaq nəzərə almaq lazımdır ki, böyük bir avtomobildir. Yəni belə həm onun təmsəkisi var, həm onun belə deyim də onun xilas etmə məsələləri var ki, onu əksərlərdə digər insanlar da var idi. Təcili tibbi yardım işçiləri var idi, tibb işçiləri var. Briqadası və xəstə. Ola bizim digər şəxsiyyətlərdən geniş məlumatım yoxdur. Yəni belə anda da gərək Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gərək bu işə müdaxilə eləsin. Çünki biz müdaxilə eləsək, biz orada nə səhv eləyərik, belə deyim də işlər korlamış olar. Yəni qaş düzəldən yerdə ruh gözü çıxarta bilərik. Və buna görə də olduqca bizə lazımdır ki, qəza əleyhinə kurslar. Biz bir məqam oldu, söhbət bir məqamdan getmir. Yəni biz bunu birini aradan qaldırmaq lazımdır ki, bunun davamı gəlməsin. Gələcəkdə bunu təşkil eləməlidirlər. Bax, ağa, mən deyərdim ki, bax, belə bir kursları, layihələri ayına təşkil eləyə bilər. Yəni, bugün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi təşkil eləyə bilər. Və digər qurumlar. Və digər qurumlar belə halları, belə məsələn, bu şərt deyil. Yəni, mən sürücü olum, bu hamıya lazımdır. Bu təbliğat və maarifləndirmə kampaniyaları hamıya lazımdır bu. Misal üçün, piyada yola, operativ nəqliyyat vasitəsində yola çıxmır ki, o qədər çıxar ki, yəni. Orada yol polisidir və yaxud da söndürəndir, sayrışan işıqları qoşub, səs siqnalını qoşub,
və bir sərnişindir, çıxır maşının qabağına. Səbirli oldu, 2 sənə nə olacaq? Bundan başqa dərdim bir tərəfdə budur ki, mənə bu dünənlər mən Sumqayıt yolunda mən gördüm onu. Bir pil sürücüsü idi, benzin qurtarmışdı, yermiş benzin almağa. Magistral yolda, yəni 6-cı ya da 7-ci kilometrliyində idi. O məsafəni magistral yolu piyada keçirdi yəni. Bax məsələn 200 metrdə qabaqda sizin sözünüzün canı. Dünən mən Şamaxınka istiqamətində də, yəni Bakı şəhərinin girişi Şamaxınka istiqamətində hərəkət edəndə görürüm bir neçə yerlər avtomobillər dayanıb yolun ortasında. Yəni maşının elə bir neçəsi də heç o sayrışan deyəndə belə o qəzaz işıqlarını da yandırırlar. Düz yolun ortasına dayanıb. Sərnişin maşınları, bəli. Və Bakı yollarında, bəli, minik avtomobillər, sərnişin avtomobillərinə söhbət gedir təbii ki. Və mən yekunlaşdırmaq istəyirəm məsələn və onu da qeyd etmək istəyirəm ki, yollarımız balacadır. Hesabən bir qəza 6 küçəni, 7 küçənin iflic olmasına gətirib çıxara bilər. Ona görə sözlərimiz diqqətli olmalıdır, son dərəcə və ümid eləyək və inanaq ki, bundan sonra belə bir hadisəyə qarşılaşmayacağıq. İnşallah, operativ nəqliyyat vasitələrinə həmişə yol verməliyik. Onların hadisə ilə çatması, onlar üçün bizim təhlükəsizliyimiz təmin edilir, həkimlə təhlükəsizliyi təmin edir, yanğınsöndürmə təhlükəsizliyi təmin edir və polis də və digər qurumların bilədində operativ nəqliyyat vasitələri. Mən düşünürəm ki, biz onlara yol verməliyik. İnşallah ki, belə hadisələr baş verməz. Allahın izni ilə belə ümid eləyək ki, belə hadisələr bundan sonra olmayacaq. Hörmətli izləyicilər, bizim bugün ölkəmizdə baş verən hadisələrlə yanaşı, dünyada da bir çox hadisələr baş verir və bu dünyada baş verən hadisələrin fonunda bugün dünyanın əsas diqqəti Ukraynadadır. Niyə görə Ukraynadadır? Biz bilirik ki, 2021-ci ildən başlayaraq Rusiya Ukraynaya hücum elədi və bugün də həmin hücum davam etməkdədir. Və Ukrayna demək olar ki, bir dövlət kimi artıq belə bir vəziyyətə düşüb ki, çox çıxılmaz bir acınacaqlı vəziyyətə gəlib. Çünki vaxtilə onu dəstəkləyən və ona vur deyən Amerika bugün artıq Ukraynanın arxasından çəkilib. Bu da Ukraynada olan istər Ukrayna vətəndaşlarının, istəyir Ukraynanın o hansı ki bu günləri Rusiyanın üzbəüz səngərlərdə döyüşən vətəndaşları ki var, hərbiçiləri ki var, onlara da böyük təsir eləyir Amerikanın son günlər Ukraynaya sərgilədiyi münasibət. Çünki bu münasibətin nəticəsində artıq bizə məlumdur ki, Ukrayna ordusunda bir ruhdan düşmə mühiti yaranıb və insanlar xaos yaranıb. Bəli, xaos yaranıb və bu xaosun da nəticəsində ordu artıq döyüşmək əzmini itirib. Yəni bu Amerikanın Trumpla son Zelenskinin, yəni Ukrayna prezidenti Zelenskinin arasında baş verən görüşdən sonra bu hallar baş verir. Amma sən hansı belə prizmadan yanaşırsan? Bu Zelenski ilə Trumpın arasında bir görüşmə oldu və görüşmədə yəni bunlar hamı gözləyirdi ki, Trumpla Zelenski arasında daha süs formada, bəli, daha sakit formada, bəli. Nəticəsində Trump Zelenskiyə, Ukraynaya bundan sonra da yardımını davam elətdirib, hərbi yardımını köməklik göstərməsi istiqamətində addımlar atacaq. Hər bir şeyin tam əksini gördük. Yəni artıq Zelenskiyə Trump dedi ki, Amerika prezidenti seçilmiş Trump dedi ki, yəni qoy silahı yerə, ya təslim ol, ya da ki, mən sənin yanında yoxam. İlk növbədə belə deyim də biz bu məsələni mən müzakirə eləsək, düşünsək, mən görürəm ki, bəlkə də dünya tarixinin ən çətin durumlarından bax indi biridir. Bu sayaq, bu cür məncə müharibə mən heç vaxt düşünürəm ki, olmayıb. Bəlkə də olubsa mən xatırlamıram, tarixçilər yaxşı bilər məsələni. Mən düşünürəm ki, belə bir məsələyə konkret fikir bildirmək, ümumiyyətlə, hər politoloqun da belə deyim də bir ixtiyarında deyil. Çox çətin durumdur. Biz ictimaiyyət nümayəndələri olaraq biz müəyyən fikir yürüdə bilərik və müzakirə apara bilərik. Öz fikrimizi bəli, yəni o qədər çətin durumdur ki. Birincisi, məsələ nədir? İlk növbədə deyək ki, aktyorun siyasətdə nə işi var? Birinci məsələ budur. Və aktyorun siyasətdə işi ola bilər. Ancaq mən biləni, Zelenskinin bir geniş siyasi fəaliyyəti olmayıb ona qədər. Birinci məsələ budur. İkinci məsələ, ümumiyyətlə bu müharibə olmamalıydı. Həm geosiyasi vəziyyət, həm xalqların ənənələri, eyni zamanda iki böyük dövlət, bundan başqa ənənəsi olan dövlət, eyni zamanda
keçmiş SSR tərkibində olan bir dövlətlər. Bunlar münasibəti düzdür. Yəni Rusiya ilə də Ukrayna dövləti elə bir xalqlardır ki, yəni bunlar yaxın eyni xalqlardır, dindən və bəli. eyni dildən olan xalqlardan biridirlər. Yəni ikisi də hörmətli izləyicilər, təxminən 2021-ci ildə müharibə başlayandan bir neçə gün sonra mənim belə bir təhlil proqramında belə bir verilişim var idi. Rusiya və Ukrayna müharibəsində kim qalib gələcək? NATO yoxsa Rusiya? Artıq bu günləri biz görürük ki, NATO'nun bu müharibədə necə deyirlər, bir formada görürük ki, geri çəkilməsini görürük. Yəni bütün NATO dövlətlərini deməsək də NATO'nun əsas başında duran Amerikanın bu işdən geri çəkilməsi elə NATO'nun özünün geri çəkilməsidir. Yəni artıq biz bir neçə il bundan əvvəl, təxminən 2022-ci ildə başlayan aktiv müharibədən bu günə qədər götürsək, artıq Rusiyanın bölgədə, yəni həmin o ərazidə necə möhkəmlənməsinin şahidi oluruq. Son günlərdə Putinin öz çıxışlarında belə bir yaxşı əhval-ruhiyyədə olmasını görürük. Bütün bu yaxşı əhval-ruhiyyədə olması onu göstərir ki, artıq mən belə hesab edirəm ki, Amerika ilə Rusiya Ukrayna məsələsində hansısa bir razılığa gəliblər və bu razılığın nəticəsində də artıq Rusiya özünü qalib tərəf kimi göstərir. Məsələ ümumiyyətlə mən bir şey qeyd edim ki, iki böyük və iki qonşu dövlətin müharibəsi çox çətindir. Yəni qonşu-qonşunda alışanda digər məhəllədən, mən öz tərəfimizdən deyirəm, kiçik formada onu mən simvolik formada mən bildirirəm onu. Çox çətindir yəni. İki qonşu dalaşırsa, qonşu məhəllədən kimsə gələsi, bunları ayırası, sakitləşdirəsi. Yaxşı olardı ki, həmin ərazisi olan insanlar, ağsaqqallar bu məsələni həll eləsinlər. Amma bu siyasətdir, buranın təbii ki, öz ağsaqqalları var. Amma gərək bu məsələdə ağsaqqallıq eləyə, bu döyüşən tərəflər ağsaqqallıq eləməli idi. Ümumiyyətlə bu müharibədir, davada birdən-birə başlamır. Hər iki tərəfin öz arqumenti olur, hər iki tərəfin belə deyəndə ümidləri olur, ümid çıraqları olur. Aydın məsələ ki, Ukraynanın biz bildiyimizə görə ümidləri daha böyük idi. Ümidləri tam başqaydı, fikri tam başqaydı. Deməli, Ukraynaya verilən vədlərə görə Ukraynanın ümidləri təmiz bir başqa idi. Yox, mən 2009-cu ildə vəd yox qoydum. Ukraynanın arzuları böyüdü. Özür istəyirəm. Ukrayna arzuları böyüdü. Rövşən müəllim. 2009-cu ildə hətta bunlar belə deyim, Avropa inteqrasiya eləmək, öz planları, fikirləri. Ukrayna bildiyiniz kimi, yəni qədimi şəhərlərdən biridir. Yəni orada həm tarixi ənənələrini qorumışlar və birdən Ukrayna xalqı istədi ki, Avropa meyilləsinlər, yeni addımlar atsınlar və buradan başlayan mövzular, söhbətlər, müzakirələr axırı gəldi burada dayandı. Dediyiniz kimi vədlər oldu, fikirlər oldu, Aydana dəstək olacaq, falan eləyəcək və həmin o dəstəyin də, bütün məsələlərin də son dərəvi gördüyümüz kimi bax budur. Trump çağırdı, siyasi, belə deyim də, o gestikulyasiyanı qoydu kənara, əllə danışmaq, səs tonundan danışmaq. Əslində prezident belə danışmaz. Nə olsun ki, müharibə vəziyyəti çətindir, yəni bu siyasinin öz qaydaları var. Amma çox belə mən gördüm, çox belə deyim də, aqressiv danışdı Zelenskiylə, bundan başqa, onu hətta əllə toxundu, yəni bu siyasəti bu qəbul olunan bir şey deyil. Bildiyiniz kimi barmaq, işarət barmağı ki var, yəni belə deyim də, siyasətdə çox evlər yıxıb, bir işarət barmağı. Yəni, prezident əyləşir, əlini belə qoyur, müxtəlif ekspertlər var ki, sırf onu saatlarla müzakirə edilir və o qədər dərin, o qədər mənalı, o qədər keyfiyyətli mövzular irəli çıxardılar, o qədər məsələlər qabardırlar ki, sırf əlini belə tutmasını, adam baxır qalır ki, hə, bu prezidentdir, bu əlini belə qoyubsa, mənə nəsə bildirmək istəyir. Amma insandır, yəni biz onu fikir də verməyə bilərik. Siz görün, o Trump'ın Zelenski əllə itələməsi görün nə qədər mənanı daşıyır. Yəni o artıq deməkdir ki, mən sənin arxanda deyiləm. Və məsələni oyuna kənarlaşdıram, əgər oyun varsa belə. Bəli. Hörmətli izləyicilər, 2010-cu ildən başlayaraq Rusiyandan Ukraynanı qopartmağa çalışan Qərb, yəni Kuçma hakimiyyəti devrindən sonraki o bir dönəm var idi ki, həmin o dönəmdə gah hakimiyyətə Yanukoviç gəldi, gah hakimiyyətə hansısa bir koalisiyada Timoşenko yəni qruplaşması ilə ibarət olan o qrup hakimiyyətə gəldi. Sonra hakimiyyətə Yushchenkon'u gətirdilər. Sonra hakimiyyətə yenidən
Timoşenkonı gətirdilər və sonda da nəhayətdə də hakimiyyətə gətirdilər Zelenskini və Zelenski də Ukraynanı bərbad bir vəziyyətə saldı. Mən Zelenskiyə belə baxanda yazığım gəlir. Çünki o siyasət adamı deyil idi və ona bir forma verdilər ki, səndən yaxşı prezident olar. Hətta o ərəfədə bir filmdə çəkdilər. Yəni belə liderdir, axırda da sonra öldürürlər onu filmdə beləncəkinə o səhnə də var ki, yəni o həyatı ilə də vidalaşır. Yəni bütün bu siyasi oyunların, bütün bu siyasi gedişatın, bütün bu siyasi hərəkətləri səhnələşdirdilər. Yəni Zelenskini hakimiyyətdən gətirməmişdən əvvəl onu bir səhnə verdilər və o da elə bildi ki, elə o filmdə çəkildiyi kimi də hakimiyyəti idarə edə biləcək. Amma həqiqətən də biz görürük ki, o filmlər həyatla uyğunlaşmır. Həyatda təmiz başqa bir şey yaşayırsan, o filmlərdə aktyorluq edib, nə isə hansısa qabaqcadan hazırlanmış ssenarini sənə verirlər, oynayırsan, onunla bunun arasında bir fərq var. Ümumiyyətlə, dünyada uğurlu prezidentlər, fikrimiz bəlkə bundan yekunlaşırsa daha yaxşı olar, uğurlu prezidentlər yaxşı idarəçilərdir. Bu biznesdə də ola bilər, bu partiyada da ola bilər, bu hansı bir nazirlikdə ola bilər, fərqi yoxdur. Düz, biznesmenlər çox bəyənilmir siyasətdə. Mən bildiyimə görə, bəlkə yanılıramsa, məni üzrə hesab edin. Ancaq yaxşı idarəçi olmaq lazımdır. Sən, belə deyim də, bir müəssisəni idarə edirsənsə, orada bir ideologiya formalaşdırırsansa, qarşıya qoyulan planları, hədəfləri, məqsədlərə çatırsansa, bəlkə prezident olmaq olar. Və Ukraynaya bəlkə də mədəniyyət naziri kimi uğurlu olsaydı, bəlkə hansısa bir sektorda idarəçi kimi, rəhbər kimi uğurlu olsaydı, məncə bu işi uğurlu apara bilərdi. Amma mən biləni o sırf yaradıcılıqla məşğul olub, yaradıcı fəaliyyət olub. Bu da siyasətlə tam başqa belə deyim də sahələrdir. Siyasətdə belə... Burada bir belə məqama da toxunmaq istəyirəm. Bax, Zelenski hakimiyyətə gəlməmişdən bayaq qeyd etdim ki, Yushchenko hakimiyyətə gəldi, Timoşenko o koalisiyası var idi o həmin dövrdə, çünki Ukrayna parlament dövləti kimi, yəni parlamentdə daha çox məsələlər həll olunurdu. Həm parlament prezident respublikası idi. Yəni həmin o dövrdə baş verən bu hadisələrin fonunda həm Timoşenkoya, həm Yushchenkoya, həm o Poroshenkoya, bunların üçünə də təklif olunmuşdu Rusiya ilə belə cəbhə açsınlar. Onlar heç biri buna getmədilər. Getmədilər, onları sonra müəyyən bir hakimiyyətdən uzaqlaşdırdılar. Amma bu işə kim getdi? Zelenski getdi. Naşı bir adam, siyasətdən anlayışı olmayan bir adam. Siz naşı deyirsiniz, aşağı-aşağı vəhdləri var, amma şəxsən, misal üçün, mənə hansı bir deyəndə, misal üçün da onun yerində olsaydı, mən getməzdim ona. Niyə görə? Böyük bir dövlətdir Rusiya. Bundan başqa, öncəki prezidentlər nə eləmişdi? Stabil saxlayırdılar ölkəni və bir çox turistlər borç kimi gedirdi sırf ora. Qara çörəyin içində borç kimi. Əslində bu, ən gözəli budur da. Sən turistin gəlir, təhsil alanlara gəlir, misal üçün tələbələr gəlir, inkişaf gedir. Bu müharibə nəyə lazımdır? Bax, Ukrayna elə bir yeri var idi, Truskavesk deyilən bir ərazisi var idi ki, insanlar orada müalicəvi sanatoriyalar var idi. Bizim orada oynayıblar 2002-ci il, 2005-ci ilə qədər daha çox futbolçumuz gedir. Misal üçün, Angel Sanzadə, Azar Otaqzadə və üzr istəyirəm, hansının adını indi çəkməyəm. Əksər futbolçularımız gedib orada oynayıblar. Yəni, Aslan Kərman da səfərləməsi bir müddət Ukraynada oynayıb. Yəni, bir çox futbolçularımız həqiqətən olub. Yəni, belə deyimiz, tanınan ölkə idi, sevilən ölkə idi. Həm biz tərəfdən sevilirdim, keçmiş SSR dövlətləri. Avropadan da bir marağı var idi və Avropalılar da Ukraynanı qəbul edirdi ənənəsi, mədəniyyəti olan ölkə kimi. Özə müharibə belə bir şeydir ki, itkilər olur müharibədə. 100 minlərlə əhalisini bugün Ukrayna itirir. Aydın mən, hər bir ölkədə bir mövzu tapırlar ki, buna görə müharibə eləyir. Amma sırf hamı Azərbaycan deyilər ki, haqq savaşında, bu Azərbaycan öz torpaqlarımız gəlmişdilər. Azərbaycan elə bir ölkədir ki, heç kimin suyunda, torpağının gözü yoxdur. Heç kimindən biz menəcərlər öz sərvətimizə min şükür, torpağımıza min şükür və öz torpağımızı aldıq. Amma və ən ciddi də Azərbaycan məsələsidir. Şükür Allaha ki, haqq savaşında biz qalib olduq. Yəni biz o mənfur düşməni uzaqlaşdırdıq. Allahın köməyi ilə digər məsələlərdə də hakimiyyətimizə, dövlətimizə uğurlar arzu edirəm. Amma Ukrayna məsələ bir başqa idi. Ukrayna məncə ehtiyac yox idi buna. Bəlkə də Zelenski digər başqa bir siyasət yürütsəydi, o daha uğurlu ola bilərdi. Ancaq dediyiniz kimi, yəqin vəhdlər onu yoldan çıxartıb, ona inam veriblər ki, ay belə olacaq. Amma reallıq var da, bu müharibədir, bu dağıntı olur burada, itki olur burada, iqtisadiyyat çökür burada.
və 50-50 şanslıdır. Yəni sən ya qalib olacaqsan, ya da məğlub olacaqsan. Və gənc bir siyasətçi və onun ətrafında olanlar belə deyim də bu işə gərək getməməlidirlər. Amma hadisə də baş verib, böyük hadisədir. Hətta səhv eləmirəmsə Trump bildirir ki, 3-cü dünya müharibəsində başlamasını sən bilirsən, təkan verirsən bu hərəkətinlə. Sadəcə olaraq bir zaman göstərəcək məsələni. Fikirlər çoxdur. Amma bütün bu hadisələrin fonunda və Amerikada sonra birdən dünən yox, sırağa gündən belə bir mərc oyunu başlayıb ki, yaxın günlərdə Zelenskini öldürəcəklər. Məlumatınız var mı bundan? Eşitmişəm bir balaca. Yəni belə bir mərc oyunu. Bu da nəyəsə artıq ehkam verir ki, nəyəsə bir işarə verirlər ki, artıq bu Zelenskini bəlkə də ruhdan salırlar, bəlkə də Ukrayna xalqını ruhdan salırlar. Yəni bunlar hamısı hesablanmış bir məsələyə ruhdan salmaq deyil. İdeologiya sistemi var ki, misal üçün, ölkə vəziyyəti məlumdur. Yəni o bu gün də gedə bilər vəzifədən. Yəni o mən düşünmürəm ki, xüsusi bir şey olacaq. Düzmə çox böyük dəstək oldu müharibə dövrü Ukraynaya. Və məsələ ümumiyyətlə çoxdur mövzu haqqında. O ki, qaldı Amerikanın böyük bir bəxti gətirib ki, okeanın o biri tayındadır. Onlar sanki öz belə olduqları yerdə dünyanı daha rahat görə bilirlər. Biz sanki onlar üçün görə bilmirik. Yəni biz biz qitəni nəzərdə tuturam. Yaşadığımız qitədə olduğumuz qitədə. Fərqi yoxdur, Avropa olsun, Asiya olsun, mən bilmirəm onu. Bunların əyləşdiyi yer daha sanki rahatdır. Və bundan başqa dolarlarda, belə deyim də, bunların hələ də sözünü deyir. Yəni dünyaya dominantlıq edir. Bəli, bundan başqa da artıq, belə deyim də, öz siyasətə formalaşdırıb. Amerika hökuməti, hər bir tərəfdən formalaşdırıb. Yəni, görürsünüz ki, misal üçün, hansı filmi istəyirsən, insanlar deyir, Hollywood filmini, misal üçün. Yəni, bunlar əsas güc mədəniyyətdə, bunlar mədəniyyətdən başladılar, iqtisadiyyat, siyasət, hər bir şey oturuşublar bunlar. Və əsas sərvətləri var bunların. Sərvət də pul da olan yerdə hansısa bir addım atmaqda mən düşünürəm ki, rahatdır. Ancaq yenə bu məsələyə qalanda siz mərc oyunu deyirsiniz. Biz belə deyim də, biz əslində proqnoz vermək düz çıxmaz, diaqnozu qoymaq lazımdır. Hazırki vəziyyətdə biz diaqnozu qoya bilmədiyimizə görə də sırf zamana buraxmalıyıq. Fikirlər o qədər müxtəlifdir ki, həm çayxanada, avtobusda, taksidə, hər yerdə bu müzakirə olunur bu. O qədər versiyalar var ki, yəni belə deyim də, hər bir yalanda məntiq olduğu kimi, hər versiyada məntiq var. Və ən yaxşı hal deyirlər ki, yəqin 2 ay ərzində biz daha da belə yaxından şahid olacağıq. Hadisələrin, baş verən hadisələrin gedişatına daha yaxından şahidi olacağıq və hər bir şeydə güman edirəm ki, aydınlaşacaq. Amma biz artıq güman edirəm ki, bugünkü verilişimiz, hörmətli izləyicilər, sizinlə birgə gəldiyimiz bu verilişdə mənim həmkarım Ağa Dadaşzadə idi və biz burada bir çox məsələlər həm ölkəmizdə baş verən, dünən baş vermişdi o avtomobil qəzası ki, təcili tibbi yardım avtomaşınına münasibət bildirdik. Eyni zamanda da dünyada bugün əsas qlobal hadisələrdən biri olan və bütün dünyanın danışdığı Ukrayna məsələsinə biz bir dönüş elədik. Hörmətli izləyicilər, qeyd edim ki, biz bundan sonra Ağa Dadaşzadə ilə tez-tez sizin qonağınız olacağıq və ölkəmizdə, cəmiyyətimizdə baş verən hadisələrə, yəni öz aspektimizdən bir münasibət bildirəcəyik. Bugünkü verilişimiz burada yekunlaşır. Sağ olun, sağlıqla qalın. Çox sağ olun. Sağ olun.